Narkotikdən qurtulmaq istəyən biri ilə haçansa qarşılaşmısınız? Ola bilsin siz onu xilas etmisiniz ya da özünüz də bilmədən geri çəkmisiniz. Əgər siz bu cəhənnəm alovuna neft tökənlərdən olmaq istəmirsinizsə, bu videonu sonuna qədər izləyin. Asıllıqdan qurtulmaq insanın həyatda verdiyi ən dərin və ən cəsarətli qərarlardan biridir. Ancaq çox vaxt bu qərarın qarşısını kəsən maddə deyil, insanlar olur. Bugün sizə narkotikdən qurtulmaq istəyən şəxsləri sabotaj edən insanlardan, onların psixoloji səbəblərindən və sabotaj üsullarından danışacağam. Onlar şuurlu olaraq bəlkə də səni məhv etmək niyyətində deyirlər, ancaq sənin yaxşılaşmağın onların daxilindəki bir boşluğu və ya qorxunu oyadır. Gəlin indi onları tanıyaq. Əsas sabotajçılar keçmiş istifadəçi dostlardır və sənin onlarla emosional bağın var. Sən yaxşılaşsan, onlar sənsiz qalacaqlar. Sabotaj üsulu nostalji söhbətlər, köhnə zarafatlar və bir dəfə ilə heç nə olmaz tipli cümlələrdir. Bəziləri sənə təbəssümlə yaxınlaşarlar, amma ruhunu sükutla geri çəkərlər. Mənalı bir baxış sabotaj deyilsə bəs nədir? Romantik partnyor isə böyük ehtimalla ya istifadəçidir, ya da istifadəyə simpatiya ilə baxandır. Münasibəti qorumaq üçün səni əvvəlki halında saxlamaq ona görə daha məqbuldur. Çünki sən dəyişdikcə münasibətdəki dinamika pozulur. Onun üçün əvvəlki sən daha təhlükəsiz və idarə olunandır. Artıq bizimki tutmur kimi emosional şantajla və ya birbaşa gəl eləyək təklifi ilə sabotaj edərlər. Sənin dəyişməyin yaşadığın ailədə dominantlığın və rolların dəyişməsinə səbəb ola bilər. Çünki artıq sən qorxan yox, qərar verənsən. Bu isə ailə üzvlərindən kiminsə gücünün azalması deməkdir. Sənin əvvəlki zəif, asılı və nəzarət oluna bilən vəziyyətin onun daha çox işinə yarayırdı. Nədənsə dəyişdiyinə inanmağın gəlmir kimi ümidsiz ifadələr, keçmişdə etdiyin səhvləri tez-tez xatırlatmaq, səni həvəsləndirmək yerinə səbirsiz və tənqidi yanaşmaqla irəliləyişinə kölgə salmaq onun sabotaj üsullarıdır. Bariqalar üçünsə sənin dəyişməyin pul itkisi deməkdir. Ona görə də onlar səni yenidən müştəriyə çevirməyə çalışırlar. Tanış narkomanlar da sənin irəliləyişini görmək istəmirlər, çünki bu onların yerində saymasını üzlərinə vurur. Onlar daxilən sənin uğurunla rəqabət aparır və səni dayandırmaq istəyirlər. Aqressiv zarafatlar uğurlarına lağ etmək, dəyişimini kiçiltmək, nəticələrinə şübhə ilə yanaşmaq və sosial mühitdə səni nüfuzdan salmaq yolu ilə səni sabotaj edərlər. Bir də hər məhəllədə, sosial mediada qohumlar və tanışlar arasında ağıllılar var, hansı ki narkomanın heç vaxt düzəlməyəcəyini hər yerdə təbliğ edərlər. Sənin dəyişməyindən narahat olaraq öz haqlı və müdrik imiclərini qorumaq istəyirlər. Zəif, problemlərlə mübarizə aparan, təəssüf doğuran birinin dəyişməsi və güclənməsi onların həqiqətini pozur. Onlar özünü səndən güclü hesab edərək egolarını yemləyirlər. Sabotaj üsulları isə sənin dəyişiminin təsadüfi, müvəqqəti və maskalanma olduğunu israrla təkrarlamaqdır. Asıllıqdan qurtulmağa çalışanları manipulyasiya edən sabotajçılar daha çoxdur. Sadəcə burada əsas nümunələri açıqlamaq istədim. Narkomaniyadan qurtulmağın niyə çətin olduğunu anlayırsınız, deyilmi? Onlar sadəcə maddədən qurtulmağa çalışsaydılar nə var idi ki? Onlar həm də insanlardan, triggerlərdən, emosional boşluqdan və şuuraltı səbəblərdən qurtulmalı, psixoloji və sosial bacarıqlarını gücləndirməlidirlər. Bəziləri sadəcə maddədən imtina edir, bəziləri isə öz həyatını tamamilə dəyişir. Fərqi yaradan görünməyən səbəblərlə işləməkdir. Əgər sən artıq bəsit yolların işə yaramadığını görmüsənsə və içində daha dərin bir addıma ehtiyac duyursansa, o zaman sənin üçün fərqli bir sistem var. Detalları burada paylaşmıram, çünki bu hər kəs üçün deyil, anlayanlar üçün kifayətdir. Dəyişim səssiz başlayır, amma nəticəsi çox gözəldir. Bəziləri biz bir yerdə böyüdük desələr də onların istədiyi sənin heç böyüməməyindir. Əgər sən dəyişmisənsə, səni dəyişməmiş kimi göstərənlərə qarşı da dəyişməyi bacarmalısan. Fikirləriniz çox maraqlıdır.